Prezident İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Finlandiya Respublikasının Xarici İşlər naziri Elina Valtonen'in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, Finlandiya Respublikasının prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlandı. Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd etdi. Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-nədək ləğv ediləcəyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Vaşinqtonda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı. Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRIP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxundu. Onun bütün bölgə üçün faydalı olacağını dedi. Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.